Salam. Demək, burada deyir 10-cu testimizə baxaq. Burada deyir, uyğunluğu müəyyən edin. Mərzban İbn Məhəmməd, Salari hökmdarı, Məncəhür, Mancəhür, Kəsranilərin birinci hökmdarı və Cahanşah Qaraqoyunlu Baharlı hökmdarıdır. Burada uyğunluğu müəyyən edin. Yəni düzgün uyğun hansıdırsa bu tapılacaqdır. Bizim cavabımız C bəndidir. Niyə C bəndi? Çünki qanunnaməni qəbul edən Mərzban İbn Məhəmməddir. Birinci Mancəhür Kəsranilərin ilk sülaləsinin ilk nümayəndəsidir. Cahanşah da bəli Səfəvilərlə mübarizə aparıb 1460-cı ildə. Bu olubdu, Cüneydə qarşı mübarizə aparıbdı. Yəni bizim cavabımız C-dir. Amma A niyə deyil? A niyə deyil? Çünki bu düzdür. Biri götürə bilərik. Yox, biri düz götürməyəcəyik. Çünki üzr sayın, vahid halda ilk dəfə ilk birləşdirən Yusif İbn Əbi Saçdır. Mancəhürü də düz götürə bilərik, amma Cahanşahı götürməyəcəyik. Çünki Cahanşah dövlətin sonuncu hökmdarı deyil, sonuncu hökmdarı Həsən Əlidir. Mərzban İbn Məhəmməd bu süqut etməyib. Tam onun dövründən sonra süqut etməsi düzgün deyil. Mancəhür Xarəzmşahlardan asılı qəbul etməyibdir. Cahanşah Muş döyüşündə ikisinə məğlub oldu, qazanmadı. D-bəndi düz götürə bilərik. Məsələn, burada Xəzərdə ilk ticarət donanması bu Mərzbana aiddir. Ancaq Cəlalilərə Mancəhür tabe olmadı. Osmanlılarla da Cahanşah əslində dostluq münasibətində olub, heç vaxt müharibə aparmayıb, bunu da götürməyəcəyik. Rəvvadilərlə Mərzban mübarizə aparmayıb, biz bunu deməyəcəyik. Mancəhür Monqollarla mübarizə aparmayıb, bu da deyil. Şirvanşahları tabe etməsi, Cahanşah heç vaxt Şirvanşahları tabe etməyib, Şirvanşahlarla yaxşı münasibətdə olmuşdu. Yəni bizim cavabımız C bəndi olacaqdır. Düzgün cavabımız C bəndidir. Burada C bəndini götürəcəyik. Bu qədər.